Windows XP, nə vaxtlar idi amma. Heç çıxmaq istəmirdim kompüterdən. İstəyirdim bütün günü oynayım. Əl çəkmirdim qısaca. Ancaq yaşımız az idi. Evdəkilər yat deyəndə yatırdıq, dur deyəndə dururduq. Əlbəttə bunun neçə faizinə qulaq asırdıq, o şübhəlidir. Ümumiyyətlə mənim uşaqlığım biraz dəcəl keçib. Eynən biraz. Yaxşı, biraz çox. Tamam, ola bilər çox dəcəl olmuş, amma hər nəysə mövzumuz bu deyil. Windows XP 2001-ci ilin oktyabr ayının 25-də Microsoft Corporation tərəfindən hazırlanmış və biz istifadəçilərə təqdim olunmuşdu. 2025-ci ildə olmağımıza baxmayaraq, hələ də bəzi ofislər, köhnə müəssisələr və dövlət idarələrində Windows XP-dən istifadə olunur. Əminəm ki, uşaq vaxtı çoxumuzda Windows'un bu versiyası nostaljik bir iz buraxmışdır. Əsas da oyunlarıyla. Zuma, 3D Pinball, Purple Place. Nə qədər tort düzəltmişəm burada. Hələ içərisində bir-birindən fərqli xarakterlər yaratmaq, puzzle'ları tamamlamaq da var idi. Sonralar artıq brauzerdən oyunlar oynamağa başlamışdım. Ateş və Su, Hobo, Back Your Boss. Bu seriyanın nə dərəcədə brutal olduğundan danışmasam yaxşıdır. Amma mənə aralarında ən özəl oyun Ben 10 Savage Pursuit idi. Oyunda düzdür, o qədər yad planetdən sadəcə 4-ünə çevrilə bilirdi, amma yenə də maraqlı idi. Çünki Ben 10 idik. Həmin illərdə Cartoon Network'dan Ben 10-ə baxdığım zamanlar idi və Ben 10-ə heyran idim. Hətta o qədər heyran idim ki, uşaq vaxtı nə alınsa mənə istəyirdim ki, üzərində Ben 10 şəkli olsun. Məsələn, çanta mı alınacaq? Ben 10'li olsun. Qələm mi alınacaq? Ben 10'li olsun. Saat mı alınacaq? O da Ben 10'li olsun. Hələ Ben 10 kartları var idi. Əlavə olaraq Kurtlar Vadisi və Bakuganın kartlarıdır. Amma uşaqlığımda Ben 10'dən əlavə sevdiyim bir seriya daha var idi. Spider-Man seriyası. 94-cü ildə yayımlanan Spider-Man The Animated Series ilk dəfə disk vasitəsilə tanış olduğum Spider-Man serialı idi. Və görür-görməz aşiq olmuşdu. Spider-Man olmaq, binaların arasından torla süzülmək, hər şey çox gözəl idi. Hər nəysə, seriallardan çox danışdıq. Bizim də birisi mövzumuz oyunlarla bağlı. O zaman keçək mənim ilk dəfə diskli oyunlarla tanış olduğum vaxta. Spider-Man 2. Dr. Octavius nüvə enerjisini idarə etmək üçün laboratoriyasında bir nümayiş keçirir. Nümayişdə planı nüvə enerjisini qollarla idarə edərək birləşdirmək və günəşin gücünü əldə etməkdir. Peter və Harry də bu nümayişdədir. Ancaq eksperiment nəzarətdən çıxır və partlayış yaşanır. Yaşanan bu partlayış Doc'un boynundakı çipə zədə verir və planı laboratoriyadan qaçaraq günəşin gücünü əldə etməkdir. Oyun boyunca Spider-Man olaraq Doc Ock'un planını dayandırmağa çalışırıq. Spider-Man 2 müxtəlif boss döyüşləri olan, açıq dünyası və atmosferi ilə çıxdığı dövrdəki oyunlara rəqabət aparan ən yaxşı Spider-Man oyunudur. Deyəcəyimi düşünürsünüzsə yanılısınız. Bu həyatımda gördüyüm ən bərbad Spider-Man oyunudur. Oyunda binalara tor ata bilmirsən, sadəcə havada qalan tor şəkillərini işarələyib havaya qalxırsan. Açıq dünya dediyim yerlər də 3 ya da 4 məkandan ibarətdir ki, bu məkanlara da istədiyiniz zaman loading ekranı ilə keçirsiniz. Eynən, loading. O boyda PlayStation 2-yə New York şəhərini sığdırıb bir də belə bir rahatçı süzülmə gətirmisiniz, amma mövzu PC-yə gələndə ortaya belə bir biabırçılıq çıxartmısınız. Hələ bəzi binaların üzərinə belə çıxa bilmisiniz, ancaq elə New Yorku şəkil kimi qoyublar ora. Uşaq vaxtı da bu içimdə bir boşluq yaratmışdı. Nəysə ki, sonralar bir oyun bu boşluğu doldura bildi. Nəysə, bu başqa bir video idi. Yaxşı, zarafatı bir kənara qoyaq. Spider-Man 2 gerçəkdə bərbad bir oyun olmuş olsa da, inanıram ki, çoxumuzun uşaqlığına gözəl təsir bağışlamışdı. Rhino ilə olan döyüş, Mysterio'nun dünyası, Puma ilə qaçışdan sonraki qəfəs döyüşü, Dr. Octopus'un arxasınca düşdüyümüz bölüm, hamısının özəl yeri var məndə. Fabrika bölümü də uşaq vaxtı həyəcanlı bir bölüm idi. Shark Tale 2004-cü ildə DreamWorks tərəfindən yayımlanan bu animasiya filmi həmin il yenə PC və PlayStation 2-yə oyun çıxardaraq uşaqlığımızı işğal etdi. Amma Shark Tale-in PC versiyasını sevirəm. Oscar kasıb, amma şöhrət və zənginlik arzusunda olan bir balıqdır. Bir gün gözlənilməz bir hadisə yaşanır və Oscar şəhərin ən tanınmış balığına çevrilir. Ancaq bu şöhrətin arxasında gizlənən çətinliklər də onu gözləyir. Oyun hər nə qədər çox şeyi təkrarlasa da, qaçış bölümləri, qapalı məkanda şalterləri açmağa çalışmaq, əsas da bu şərəfsizlərə tutulmadan keçmək, bunlardan çox qorxurdu. Hələ kiçik bir qəsəbədən Rift City-yə gəldiyimdə yaşadığım həyəcanı unuda bilmirəm. Rəqs səhnələrindəki mahnılar da, hələ də açıb dinlədiyim vaxtlar olur. Shrek 2. Yenə DreamWorks və yenə PC və PlayStation 2 versiyaları. Yəni birini tam düzəldib ortaya çıxarda bilməzsiniz, ancaq elə bir oyun müxtəlif konsollarda və müxtəlif versiyalarda olmalıdır. Activision, səndən danışıram. Bu nə dərəcədə acgözlülükdür belə. Tamam anlayıram, tək bir oyunla bir çox yerdən gəlir əldə etmək istəyirsən, amma day bu qədər də yox da. Danışdığım 3 oyunun üçündə də eyni strategiyanı həyata keçirmisən.
Hələ tək bunlardan da əlavə neçə oyuna eyni şey etmisən. Hər nəysə, mövzumuza qayıdaq. Hekayə Shrek, Fiona və eşşəyin Far Far Away adlı krallığa, Fionanın valideynlərinə yolculuğu ilə başlayır. Ancaq yolda baş verən hadisələr onları tam fərqli bir macəraya sürükləyir. Oyunda Shrek, eşşək və çəkməli pişiyi idarə edirik və hər bölümdə hekayə irəlilədikcə filmdə də olduğu kimi hadisələr yaşanır, ancaq çox şey dəyişiblər. Və bu da normal haldır, çünki oynanış üçün platforma qismləri, döyüşlər də əlavə olunmalı idi. Çəkməli pişiklə olan döyüşümüz, sehirli içkilərlə dolu fabrikaya hücumumuz və ən sondakı Fairy Godmother-la döyüş. Heyf ki, filmdəki kimi oyunda da Bonnie Tyler'ın aynı da Hero mahnısı səslənərdi. O zaman bax, bu oyun möhtəşəm olacaq. Shrek'in 3 filminin də diskləri hələ də məndə var və aralarında ən bəyəndiyim Shrek 2-dir. O vaxtdan ikinci filmin xarakterləri ilə, hekayəsi ilə isti bir bağ qurmuşam. Shrek və dostlarının hekayəsi həm filmləri ilə, həm də bu oyunu ilə nə zaman ağlıma gəlsə, istəyirəm ki, o vaxtlara geri qayıdım. İlk izlədiyim, həyəcanla oynadığım vaxtda. Ancaq təəssüf ki, bu mümkün deyil. Bionicle 2003-cü ildə Argonaut Games tərəfindən hazırlanmış, Electronic Arts tərəfindən yayınlanmışdır. Hekayə Matanui adlı bir adada başlayır. Matanui adası fərqli bölgələrə ayrılmışdır və hər bölgədə ora uyğun Matoranlar, yəni robota bənzər xalqlar yaşayır. Bir gün Matanui qaranlığa qərq olur. Buna səbəb olan Makuta adında adaya düşmən olan qaranlıq bir qüvvədir. Makutanın məqsədi adanın qoruyucusu olan Matanui'nin gücünü ələ keçirmək və adaya hökmranlıq etməkdir. Lakin adanı xilas edə biləcəyi yeganə şey Tao'dur. Tao 6 qəhrəmandan ibarətdir və bu qəhrəmanlar hərəsi bir təbiətin ünsürünü təmsil edir. Tao, od, Gali, su, Kopako, buz, Leva, hava, Pohatu, daş, Onua, torpaq. Bu nə adlar idi belə? Oyun boyunca bu xarakterləri sırayla müxtəlif bölgələrdə oynayırıq. Məqsədimiz Makutanın xidmətçiləri ilə döyüşərək güc maskalarını parçalarını toplamaq və Makutanı devirməkdir. Oyunu uşaqlığımda ilk dəfə oynadığım zaman bu qədər geniş olduğunu bilmirdim. Sadəcə girişdə biraz Taho ilə oynayırdım və bir yerdə ilişib qalırdım. Ancaq çox zaman oynadığımda eyni yeri oynayıb çıxırdım. O zamanlar bilsəydim birdən çox xarakterə oynaya bildiyimi, Tao Korradan ayrı bölgələr görə biləcəyimi, oyuna qarşı daha da fərqli hisslərim ola bilərdi. Amma təəssüf ki, fikirlərim bu qədər. Bugün biraz keçmişə qayıtdıq və Windows XP-nin mənə bəxş etdiyi bu nostaljini sizlərlə bölüşmək istədim. Sizlərin də ilk oynadığınız oyunları rəy bölməsində yazsa sevinərəm. Bəlkə yadımdan çıxan, amma oynadığım bir oyunu görərəm. Məqsəd burada xatirələri bölüşmək, o zamanlara qayıtmaqdır. İcmallar gələcək bu arada. Sadəcə bəzən buna bənzər videolarda çəkmək istəyirəm. Başlayın nə? Növbəti icmal hansı oyundan olacaq? İcmal olacaq